Yatmadan əvvəl sizə bir şey deyim də. Bunu bilin ki, mən bir şey deyirəmsə, demək ki, o qərarı çoxdan vermişəm. Artıq planı yapılıb, mən artıq o qərarı vermişəm. Və mən qərarımdan o bir şey ki, beynimə saldıma, özüm istəmədiyim sürəcə heç kim məni qərarımdan döndürə bilməz. Ailəm daxil, sevdiklərim hamısı bilir. Sadəcə belə bir xasiyyətim var ki, sevdiklərimlə, məni sevənlərlə, məsələn, ailəm olsun, ətraf mühit olsun, dostlarım olsun, paylaşıram. Və sosial mediada da aktiv olduğum üçün məni sevən insanlar, məni görüncə üzü gülən insanlar çox olduğu üçün çürük almaları boş verin, yenə də deyirəm. Negativ şeyləri bu arada qəbul etmirəm. Ay, sosial media açıbsansa, tənqidlər də məruz qalmalısın. Xeyr, qəbul etmirəm. Mən yetərə qədər özümü tənqid edən bir qadınam, öz səhvlərimi özüm görən bir qadınam. Ona görə başqalarının mənə olan o fikirləri mənə çox da maraqlı deyil. Öz həyatında bir faydası olmayan, bir işə yaramayan bir insanın gəlib mənə ağıl verməsi mənə çox absurd gəlir. Uyğun gördüyümdə də qırmağıma birisi ilişdisə, onun ağzının payını vermədən də, həddini bildirmədən də keçmirəm. İndi mən estetikmi edəcəm, botoksmu edəcəm, etməyəcəmmi? Migren üçün indi bilmirəm haralara eləyirlər, indi alnama eləyirlər, eşitdiyim qədər bura indi bilmirəm də, onu gedib görəcəm. Nə edəcəm, o mənim qərarımdır və mən artıq qərarımı vermişəm. Sosial mediada, əvvəlki videomda da dediyim kimi, sadəcə sevdiklərim görsün, məni sevənlər görsün, onlarla söhbət edirmişəm kimi paylaşdım. Mən nə zaman, nə dediyimi, nə paylaşdığımı bilən bir qadınam, maşallah. Videolarda paylaşmışam, hələ də qalıb, silmək kimi bir niyyətim də yoxdur. Enib orada tapıb baxa bilərsiniz. Bəhanə axtaranlar, demişəm, sözümün üstündəyəm, hələ də abartıya qarşıyam. Mən estetik eləmin, sadəcə özün üçün. Edirsənsə özün üçün et. Başqaları üçün etmə. Başqalarının qazına gəlib etmə. Başqaları səni məcbur edir deyə etmə deyirəm. Və sözümün yenə arxasındayam. Əgər mən bugün bir şey özümə elətdirəcəyəmsə, bu mən istədiyim üçündür. İllərdir insanlar sosial mediada onsuz da mənə deyirlər, yaşından böyük görünürsən, üzün çillidir, üzün qırışdı, mimikalarını çox istifadə edirsən. İllərdir. Onsuz da mən qərarımı vermişəm. Sadəcə sevdiklərimin fikri də mənim üçün həmişə çox önəmli olub. Onların mənə olan fikirləri, onların mənə qarşı olan düşüncələri, mənə güvənirlərmi? Takipçilərim daxil. Mənə güvənirlərmi? Mənim sözümə inanırlarmı? Nərgiz xanım bir qərar verdiysə, demək ki, bir bildiyi vardır. Deyirlərmi? Bu mənim üçün çox maraqlıdır. Həmişə də diqqətimi çəkib, ona görə o paylaşımları edirəm. Son olaraq hansı qərarın üstündə dursam, onu da sizinlə paylaşacağım. Tamam mı? Öpürəm sizi.